Biraz çətindir sosiallaşmaq, çünki komfortdan gəlmiş insanam, nə istəmişəm hamısı olub. Amma bugünkü gün bəzi şeylər var ki, qəbullanıram ki, bunların yox deyilməsinin səbəbkarı, baş səbəbkarı özüməm ki, vaxtında olanda əlimdə onların qədrini bilmədim və sonda da bu məni narkotik istifadəsinə, davranışlara apardı. Amma bu günləri ambulatoriyaya gəlib gedə, yəni evdə kontrolu nəzərə ala və bunları qəbullanıram ki, bunlar olmalıdır mənim həyatımda. Vaxtikən olmuyor kontrol. Necə istəmişəm, elə yaşamışam, sonun gəldi, uçuruma düşdü. Evdə elə olur ki, anam nə kontrol edir də, məsəl üçün, gözümün içinə baxır və yaxud da gec gələndə evə deyir, hardan gəldin? WhatsApp-da online olanda niyə bu qədər online oldu? Vaxtikən bunlar yox idi. Neynədim? Yəni gəldi, sonra narkotik etdi. Bunları bir də yaşamayayım deyə hamısını qəbullanıram ki, yəni həyatımı uçuruma aparan insan özüm olmuşam. Bugünkü gündə özüm onu bərpa eləməliyəm. Bu içkilərimi bərpa eləməliyəm və buna da ən azından səbir lazımdır və səbirli ola da itkilərimi qaytarmaq istəyirəm.